Dostlar, gəldik çatdıq sonuncu mövzuya. Bu time and frequencies-dir. Çox maraqlı mövzudur. Bu da yenə bizə cümlələri qurmaqda kömək edən mövzulardan biridir. Çünki bundan sonra ancaq cümlə quracağıq. Ancaq strukturlar, yeni mövzular, yeni strukturlar, yeni danışıq tərzləri, IQ mövzusunda artıq səlisləşmələr və s. bunlar haqqında söhbət edəcəyik. Deməli, burada always, usually, sometimes, often, really və s. kimi zaman tezlikləri var, zaman zərfləri var. Hamısında qarşısına yazılıb bütün mənaları, həmin mənaları özünüz hiss eləməyə, dərk eləməyə çalışın ki, always deyəndə, yəni həmişə, bu həmişə belədir. Ya da usually deyirsinizsə, bu adətən, yəni tam da həmişə yox, bəzən olur ki, olmasın. Ya da məsəl üçün sometimes, bəzən, yəni 50-50-yə ola da bilir, olmaya da bilir. Ya da məsələn often, tez-tez olur bu. Ya da rarely, nadirən. Bunların hamısını hiss eləməyə çalışın. Belə baxmayın. Often, tez-tez, sometimes, bəzən, usually, adətən, belə əzbərləməyin qəti şəkildə. Dediyiniz şeyi hiss eləməyə çalışın. Bir ingilis always deyəndə nə hiss keçirir? Bax, o hissə varmağa çalışın. Bunu beyninizdə təkrarlaya həmişə olduğunu düşünün və yavaş-yavaş siləcəksiniz ki, always doğrudan da həmişə kimi səslənir. Bax, onda biləcəksiniz ki, artıq onu öyrənmisiniz. Cümlələr, tekstlər, yenə şəkillər və s. bunların hamısını məşq edirik və keçəcəyik A2 səviyyəsinə. Səbirsizliklə gözləyəcəm sizi. Bu mövzunu bitirəndən sonra bir də ümumi başdan 1-2 gün özünüzə vaxt verin. Hamısını qəşəng-qəşəng təkrar eləyin və A2 mövzusunda bir yerdə görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.